Ölkədə bütün tənqid edə bilən insanlar, elmi tənqid edə bilən, yol göstərə bilən, baxışları olan, o demək deyil ki, %100 düz olacaq. Onsuz da əsas həqiqət, baxışların, doğru baxışların, analitik biliklərin özünün sintezindən ortaya çıxır. Daha böyük həqiqətlər. Ona görə də fərqli fikir platformalarına bütün imkanlar açılmalıdır ki, cəmiyyət inkişaf eləsin. Bizim yeni dünyanın ya içində itib batmaq riskimiz var. Çünki biz həm də bilirsiniz bu orta dəhlizdə tam bir logistika hubuyuq. Yəni həm şimal-cənub xətti, həm şərq-qərb xətti bizdən keçir, orta dəhlizdən keçir. Bizim milli müqavimətimiz, güclü insanlarımız inkişaf etmiş vətəndaş hesabına formalaşmış sistemimiz olmasa, biz bu çox güclü logistika mərkəzində üstəcəl yeni açılıma hamilə olan Rusiya və İran kişi qonşuluğumuzda, üstəlik Gürcülərin və Ermənilərin ciddi demokratik institutlarının olduğu bir reallıq içərisində Azərbaycan olaraq çox böyük risklərlə üz-üzəyik. Və bunu bir vətəndaş olaraq da borcumdur bu şəkildə ifadə edeyim ki, bizim ancaq xilasımız bu qloballaşan, üstəcəl ətrafımızda qaynaşan bir dünyada bizim mütləq vətəndaşımızı inkişaf elətdirməyə, ədaləti ortaya gətirməyə iradəmiz, siyasi iradəmiz olmalıdır və bu həm də bu zamana kimi Azərbaycan dövlətinin həm Qarabağla bağlı, həm də hal-hazırdakı beynəlxalq statusumuzla bağlı əldə edilmiş pozitiv nailiyyətlərin birgə sintezi ilə baş verməlidir və bunun üçün təbii ki, bir qrup fərdi maraqlardan tamamən imtina eləyib qrupun, xalqın, millətin marağını, qanunların tətbiqini və işlənməsini, hüququn güclənməsini, işlək hala gəlməsini təmiz arınmış hisslərlə və dövlətlə birlikdə ortaya iddia kimi qoyulmasından keçir deyə düşünürəm. Bu da onu tələb edir ki, buna inanan insanlar bir-birlərinə səmimi olmalıdırlar. Lider funksiyadır. Kim hansı sahədə bacarıqlıdırsa, böyük arzularla, hisslərlə, millət naminə, xalq naminə, ölkə naminə, yurttaş naminə imtina eləyib onu qabağa vermək lazımdır. Hər kəsin haqqını özünə vermək lazımdır. Biz bütün problemlərdə